Bu çalışmada ifadənin qiymətini hesablamamızı istəyir. İlk növbədə biz bu ifadənin necə asan yolla həll olunur, onu baxmalıyıq. Deməli, 16-nı 2/4 şəklində yazırıq. Qüvvəti də üstündə. 2/18 öz yerində. 4 isə 2-nin kvadrat şəklində qeyd edirik. Qüvvəti də üstündə. Bərabərdir. Eyni qayda ilə 4 vur 4, 2 vur 8. Bunların qüvvətlərini vurur bir-birinə. İçində 8-ə vurulub 216. Bərabərdir. 216-nı mörtəzə xaricinə çıxarsaq, %16'lar ixtisar edəcək. Və bizdə 1 üstə gəlinsin 2-nin kvadratı alınır. 2-nin kvadratında 4 olduğu məlumdur. O səbəbdən də 1 üstə gəlsin 4 bərabərdir 5. Cavabımız